Salam, hər vaxtınız xeyirli olsun dostlarımız. Yeni video ilə qarşınızdayım. Bu video sırf maşınlarla bağlı olan bir videodur. Sizin üçün hətta qiymətləri də çəkib göstərmişəm. Maraqlıdırsa baxa bilərsiniz. Hətta Azərbaycan qiymətləri ilə də müqayisə edə bilərsiniz. Rəylərdə də yaza bilərsiniz ki, Azərbaycanda qiymətlər necədir? Amerikada mı ucuzdur, yoxsa Azərbaycanda mı? İndi isə sizi video ilə baş-başa buraxıram. Ümid edirəm ki, bəyənəcəyiniz bir video olacaqdır. Rəylərdə görüşərik. All this is going to show so you get some key pricing. Belə bir maşın var, rengi çox qəşəngdir. City should be higher than the city was a hybrid. İçərisi belə qəşəng. So you're O qapısı açıq idi. Salonu elə bir balacadır bunun. Baxsana. Elə geniş deyil elə bir. Yoxsa? Yox, bura bax. Hə. Sideniya çox qabağa, Hə. çox az və çəkilmiş. Tamam, okey. Amma qəşəngdir. Hə? Bunun rəngi də qəşəngdir. O rəngi də qəşəngdir. Bir neçə istifadə edib sonra geri qaytara bilirik ya da ki Leasingdə götürə bilirik. imkanımız yaxşılasa sonra özümüzə də ala bilirik. Bu leasingdir də belə. Leasingdə götürə bilirik. Hə. Kredit yox. Hə, leasing, kredit yox, leasingə götürə bilirik. Elə bir kirayə kimi də Azərbaycanda da olmalıdır çox güman ki. Maksimum 3 il mi götürə bilirsən? Hə? 3 il mi yoxsa 6 ay mı götürə bilirsən? Maksimum. 3 il. 3 il, hə. 3 il götürüb istifadə edə bilirsən, sonra qaytara bilirsən. Yəni aylıq ödəyirsən. Sonra xoşumuza gəlsə, imkanımız da yaxşı olsa, özümüzə ala bilirik. Bu rəngi çox qəşəngdir, xoşuma gəldi. Elə Toyota Corolla'dır, bu yeni versiyasıdır. Belə. Həm elektrikli, həm benzinlə işləyir, hə? These are electric. Yes. Ha, bunlar amma elektrikdir ancaq. Bunlar elektrikdir. Can we open the doors? you want to look at the BZ? Belə bir maşınlar var burada. Mən markalarını bilmirəm. Yəni başım çıxmır belə. Çox da markalarından. Hə, burada yazılıb zaten. Özünüz görürsünüz. Bu maşınlar hamısı leasingdən verilən maşınlardır. Yəni gəlib götürüb istifadə edə bilirsən. Özü də təzə maşınlardır. Kiraya götürə bilirsən, belə deyim. Aylıq ödəyirsən sadəcə. Aylıq da bilməm nə qədər ödəmək lazımdır, onu bilməm. Maşın bazarı kimi ancaq belə maşınlardır, hara kim gedir. Hə. Qəşəngdir. Sür get. Açarı zadı var. Açarı olmaz burada. Həm də açarla xodlanmaz bu. Power'dır. Power'la da. Prosta açar yanında olmalıdır ki power işə düşsün. Senin üçün içərini çəkeyim. Hı? Ora balacaymış. Hybrid. Da qəşəng qoysan çaylarını. Məncə Honda'ya da baxaq, elə qərar verək. Hansı maşın sayılacaq? Ha, Corolla Cross. bu da yazılmış. Buradan brandı göstərə bilərsən. Ha, belə. Nömrəni başqa yerdən alırsan, ha, əgər olsa. Nömrəni burada mərkəz var, ha, mərkəzdən gedib alırsan. 5 dəqiqə çəkir. Insurance. Mənim agentim var burada, agentlə eləyirəm. Ha, bu açıq. Bura genişdir, hə? Belə. So on the lease, you can buy it out at any time. I can buy it anytime.
Oh, perfect. So you can lease it 6 months to a year. Bunu da çektim sizin için. Bu ancak elektrikle işi dostlar. Ha, bu da bayağı genişmiş bakın. Bu resim ondan da genişti. Havalı şey. Peki. Oh, teze maşın qaldı. Laf genişti. Qiyməti neçədir? Orada yazılıb. Sağda bak, aşağıda. Oo. 43.300. Oh. 43.300 onu görebilir. İşte. Azerbaycan'da bir tane ev alabilirsin. Genişti ha bu ama. Çok genişti. Elektrikti de bu benzin Bu- vermeye olmadı. Limited, and then I believe this one is an XLE. Some of the features are different. It's got power adjustable seats on both sides, panoramic view monitor, JBL audio. Size qiymətləri deyim də, bu 41.300 dolara. Bu markası neydi? Markası Or These are going to have heated seats. That Corolla Cross. Bunların qiymətini, bunların qiyməti nə qədərdir? Bunlar hibrid maşınlardır. Bunların qiyməti 37.900. Mənim bəyəndiyim, dediyim, baxın görün bunun qiyməti nə qədərdir. Eğer senin nəqd pulun varsa 33.000. Bizim maşının yeni versiyası var burada. Görün bunun qiyməti nə qədərdir. 22.725. Şimdi sizə tək-tək qiymətlərini göstərməyə çalışım. Demək bunun qiyməti demək sayılır. Bunun qiyməti bu hibriddir. Prius Premium'dur. Bunun qiyməti 40.000'dir. Oo, 40.470. Baxın görün. Bunun qiyməti. Bunun qiyməti nə qədərdir? 29.100. Toyota Camry'dir bu da. Baxın. Yazın qiymətləri Azərbaycanda necədir? Eynidirmi yoxsa? Burada bunun qiyməti 35.500'dür. Bu da Toyota Camry. Bir de. Sonra 35.500'dür. If you don't understand it, this price right here, if I sold you this car right Toyota now, Camry this is the sesi. advertised price, unless we negotiate with them. The price, imagine this price, imagine over here you got a lease price. That's called a residual value. That's what this car is worth at the end of the Bunun lease. qiyməti when you isə decide to buy it. So 31.600'dür in bunun 3 years qiyməti. it would be worth this. You don't have to work that number. Bağlıymış. İndi biz buna minirik dostlar. Bismillah. Hara kim icazə verir? Elə bir limit yoxdur. Həqiqi, Nəşrə də gedə bilər. Getir gələk Nəşrə. Nömrəmi götürdüm. Kukuli gəlib gəzib gəlirik hə? Hə, baxaq görək. Bismillahirrahmanirrahim. Ay uçur elə bir. Ay da nə qəşəng yüngül gedir. Dostlar bizə bu maşını verdilər ki yoxlayın. İndi şəhərdə bir yoxlayıb gələcəyik. Necədir Şahan müəllim? Qəşəng yüngül gedir ha? Hə, rahat maşın. Smuzi. Hə. Çox rahat gedir. Dostlar o bizim maşınımız artıq bizim əldən çıxır. Yəni 2 il idarə elədi də bizim. Normalde 2000'ə yaxın, 2000 dollara yaxın bir civarda almışdıq elə. Artıq belə o qədər səs-küy var ki, o maşında gedərkən səs-küy çoxalıb, tüstüsü çoxalıb. Son vaxtlar benim işə salanda işə düşməməyə başladı. Amma qəşəngdir ha. Neçə ilə sürürsən? Bu highway'də gərək highway'də versinlər. Highway'də də yoxdur. Değil mi? Yəni. Mən heç bilməm. Sağdan bir nəfər ötmə əməliyyatı eləsəydi.
Hə. Gördük. Buran sensoru. Burada hə sensoru işləyir. Sensoru var. Bizim o bizim maşın köhnə olduğu üçün sensoru yox idi təbii ki. Qəşəngdir. Xoşuma gəldi. Hamısı belədir can. Ayda nə qədər ödəyəsən? 11 misinə? Bilmirik ya. Bunu yoxlayaq. Əgər uyğun gəlsə bir Honda'ya da gedək baxaq. Toyota qəşəng firmadır da. Belə baxanda Toyota Yapon markasıdır. Bu sadəcə bunların yəni harda istehsal olunub, onların qiymətləridir. Bu isə bu şirkətin qoyduğu, yəni 39.484 Toyota Camry XS'i bu qiymətədir. Və bu da Toyota Camry 29.100 demişəm sizə, amma bunun qiyməti 31.127. Oo, bu çok pahalıymış bu. Prius Premium'du bu. 40.000 daha doğrusu. Bunun qiyməti 44.000. 44.160 dollar. Oo. Biz onu alası olmadık dostlar. Bunu yoxlamaq istəyirik. Camry SE. Toyota Camry SE. Bunu yoxlamaq istəyirik. Görək bu necədir. Bunun qiyməti 33.882. Neyse. Baxaq görək. Bismillah. Da genişdir. Qəşəngdir bu. Başqa seviyorum. Bu yaxşıdır. Həqiqi. Dəri oturacaqlardır. Həqiqi. Süperdir bu. Aa, nə qəşəngdir bu. Camry özünü təsdiqləmiş maşınlar. Hibriddir, MPH yuxarıdır. Bu şey, Sən bəzən tez görürsən. Nəyi? AC. AC-ni, hə. Fan off. Acaba bu çok genişti bu. Bu o birisi maşından elə bir geniş gəldi mənə. Axıya verəndə. Sizin yəni istədiyin kimi elə. Biraz önce Şamimlə danışırdım. Deyirəm ki, yəni 18 kiraya götürəcəksə özümüzə bir maşın görmüşdük. Prius. Onu götürək deyə ağ rəngdə. O 4500 idi. Yəqin ki aşağıda salar. İndi baxacağıq indi. Yoxlayırıq da indi. Bu maşın elə bir şeydir ki, yəni bir günə qərar verilən şey deyil. Şam müəllim öz dostları ilə müzakirə edir, ora göndərir. Yəni Şam müəllim bir dənə köynək alanda 5 saat düşünən adamdır. Bizi adamla saatlarla izah Ağustin düşüb əlimə. Ağustin deyirəm mən səni bezdirəcəm bugün. Gülür ha. It's okay deyir. It's okay. Problem yoxdur deyir, amma içindən Allah bilir nə deyir. Nə vaxtdan danışır Şam müəllim soruşur. Elə olmalı da canım. İndi Oyda başqa şey. bu sport da hə? Sport. Acaba bu çox qəşəngdir bu. Wow. İcazə verin başqası məni ötsün. Hə, işıq sensor işləyirmi? Süperdir. Hər şey işləyir, o işləmir deyəsən. Yo, hələ yaxınlaşmıyor baxı. Zarafat edirəm. Maşın yaxınlaş. Təzə maşın. Acaba bu çox qəşəngdir bu. Bunda isitmə oturacaqlar yoxdur. Hə. Hə, amma Neynisən ki istimad? 600 dolları quraşdıra bilərik deyir. 2 dənə qabaqdakılar. Neynisən ki? Hı? Neynisən ki istimad oturacaq? Qışda yaxşı olur orada oturan kimisində. Adil qoyarıq. Telefonumu ver bir dənə dostlara atım. Güldürdəki kim deyirdi? Keşke bizim olsa, keşke benim olsa. Bu nəsə xoşuma gəldi həqiqi. Bayaq ona oturmuşdum, o xoşuma gəlirdi, amma onun səsi daha çox idi. Bu elə bil ki ondan daha geniş gəldi mənə. Oturanda bilməm. O sürəti orada göstərir. Xoşun gəldi Şəfət? Qəşəngdir, rahat maşındır. Toyota Camry. Ne bilmək ki, ayı eğer alası olsaq onda baxarıq ki, aylığı nə qədər düşür. Ondan sonra qərar verərik. Bir dənə maşın da var, o 4500'e koymuşlar. Yəni bunun qiyməti elədir 4500. İkinci əl maşındır. Ona da baxaq hələ qalıbsa əgər. İndi o yaxşı olsa onu alarıq. O satılsa baxarıq. Allah bütün sürücüləri qorusun. İstəyən hər kəsə maşın nəsib olsun. Beli de ayarlayır burası. Aa, süperdi. Qəşəng maşındır. Allah yiyəsinə qismət eləsin. Kim alacaqsa.
Kim götürecekse. Bilmem olmaz. Belki biz götürdük. Bilmem olmaz. Belki siz götürdünüz. Salonun genişliğine baxıram. Oturacaq qabaqda olanda çox bilmək olmur o genişliyi. Yaxşıdır mən səncə? Genişdir ha. Kamrlər. Yani Bizim ayaqlarımız rahat edebilir. özün təsdiqləmiş maşınlardır. Neyse. Hayırlısı baxaq. Şöyle gedib gələrdik. Alınsaydı gedib gələrdik Nəşirəli. Tam bugün qərar verə bilmədik. Çünki o birisi başqa versiyada var. İkinci el versiyası da. Ona baxacağıq. İndi ona sonra qərar verərik. Böyle. Maşınımız yine arıza çıkarttı. Yolda kaldık. Şu an benim aşmaya çalışır. Bu odunu geçen sefer videoda görmüştünüz. Gördünüz ne işe yarıyormuş? Bu işe yarıyormuş. Niye? Bilmeyik ne olacak. İsinmeye başladı yine. Üstü çıkır. O nedir? Yağa baxacağam. Bunlar ya. Yağ azalır. Normalde daha doğrusu su çıkmağı normaldir. Söndürmüşsən tam olarak. Ha, söndürmüşəm. Yağa buradan baxırsan. Bunu silersən, Ne? sonra salırsan geri, temiz. Burada biraz böyle neşəliyirsən. Az Yağ da. bura kimidir? Kifayət qədər var. Bu iki xət arasında olmalı. Yağı yok. Yağıdır mı? Antifrizdir mi? Yağ kifayət qədər var. Ama yine de ben biraz çəkəcəm yağı. Yağdır o. Üstüne töksen problem olar mı indi? Olmaz. Bismillahirrahmanirrahim. Bugünkü bu vlogumuz ancak maşın macerası. Təzə maşınlarla köhnə maşınların qarşı-qarşıya durması. Bildiniz də nəyə görə alırıq maşını almaq istəyirik? Bax bu məsələlərə görə. Da bu yazıq da dedi ki, bəsdir də, mən canınızı qurtarın, bəsdir. Əl çəkin məndən. Biz də dirəşmişik ki, yox bu sən dayanana kimi aboy. Nədir o? Nədir ki o? Bayağı gitti. Bu niye açtı anlamadım. Üşüdüm ya mən. Qurtardı mı? Çox soyuqdu. Hava günəşlidir, amma çox soyuqdu. Highway'di. Sizə tırtıkları daha yaxından göstərə bilirəm. Baxın. İndi isə yolumuza davam edək. Gündən salam olsun dostlarımız. Havanın gözəlliyi. Baxın. Çox qəşəngdir. İndi maşına baxmaya gəlmişik dostlar. İkinci əl maşını almaq istəyirik. Çünki o birlər çox baha idi. Yəni aylıq da bizə çox sərf eləmir. Ona görə ikinci əl maşını almağa qərar verdik. Baxın gördüyünüz kimi salonu belə tərtəmiz təmizləyiblər. Yəqin ki sahibi təmizləyibdir. Çin salonu da qəşəngdir. Məncə yaxşıdır. Bunun qiymətini 4500 qoyub. İndi baxaq görək aşağı sala bilirikmi? Bu adamı tanıyırıq. Maşınları satır belə. Alır, sonra satır. Və dostlarımız da alıblar bunu bu adamdan. Ona görə də yəni belə deyim də güvənirik. Baxaq. Genişdir. Maşını yoxlayırlar indiki, amma bilmirəm. Kontrol edirlər görək. Və sürət. Çox qəşəngdir bu. Təbiəti qəşəngdir.
İndi sürməyə yoxlama aparırıq ki, necədir? Yəni for the engine. Okay. So there's two separate things. It should have enough brake fluid and steel fluid, right? Yep. There's the dostlar biz yoxladıq. Bir highway'də çıxdıq, gəldik. Yəqin ki, bunu alasıyıq. This is back. Və bizim yeni maşınımız. Ömer abi de bu adamdan almıştı. İndi əkiz maşınlar oldu. Eyni maşında sizə göstərim. Toyota Prius'dur. İçi bu şəkildədir. Təmizdir. Adam, satan adam təmizliyi veribdi, sağ olsun. Bir de üstə tavanda azca ləkə var idi, onu da silməyə olar. Baxın. Allah'tan təmizdir. Bu bizim köhnə maşınımız. O qədər şey çıxmışdı içindən. Temizlemiştim aparatla, ne kadar əziyyət çekmiştim. Zəhmət çekmiştim. Əziyyət demeyeyim, zəhmət çekmiştim. Bakın. Tertemizdi. İndi yoxladıq. Highway'də sürdük. Gəldik, yoxladıq. Dostlarımız sağ olsun gəldilər bizə. Eşlik etdilər. Baxdıq. İndi bunu almağa qərar verdik. Belə. Yeni maşınımız, yeni ikinci el maşınımız xeyirli olsun. İndi özündən belə nömrə verdi ki, 2 ay, neçə ay istifadə edə 2 ay. 2 ay istifadə edə bilərsən deyir. Belə nobisini çıxarır. It's Azerbaijan. Azerbaijan next to Russia, Turkey. Ağ rəng sevdiyim rəngdir. Belə. You are a good man. We love you. We appreciate your efforts. If you have me, Of course. okay. Thank I you. know all about them. Yeah. Thank you. Thank you guys. Thank you. Have a good day. İndi sən bu maşınla gələrsən, abisindən gələrəm. Heç nə. Xeyirli olsun. Getmək yoxdur. İnşurasda sabah baxarıq da. Elə dəqiq insurans Eve gidiyor onlar. xeyirli olsun. Sağ olun. Teşekkür ederim. Ne kadar oldu qiyməti? 3800 oldu. Aha. 266 plus 88 yani 354 vergi oldu. Toplam 4154. Hə, qəşəng. 4154. Xeyirli olsun. Allah xatirinə 4154 amin. Belə Toyota Prius. Evdə görüşərik. Hələlik. Qəşəng də məhəlləsi var ya buranın. Çox qəşəng. Bir maşında gəldik, ayrı-ayrı maşınlarda gidirik. Şu an mənim də arxada gəlir. Görürsünüz. Çatdırdı özünü. Selamun aleyküm. Nasılsın, iyi misin? Necədir, nətərdir? Geçen de Hoşuna geldi. geldi. Görəsən şey koşmak olur mu? Neyi? Kutusu. Mən hələ yoxlamamışam. Neyi? Bu maşını gərək mən də yoxlayayım. Nə deyirlər Ne? buna? Buna Hə. sürətlər qutusu. Bizdə buradadır. Hə. İndi burada heç istifadə eləməmişəm beləsini gərək. Deyirsən, deyirəm. Qəşəng rəngi var. Onu özü qoydurub ha adam. Bunu özü Radyonu. koydurub ha. Bu normalde Ha. böyle qəşəng olmur. Xeyirli olsun. Telefona koşabilirik. Ona bakalım. Havanın güzelliği ya, havanın güzelliği. Çok güzel. Dostlar artık burada videomuzu yekunlaştıraq. Ümid edirəm ki beğendiğiniz bir video olmuştur. Bizi buraya kadar izlediğinizə görə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allah'a emanet olun. Hələlik. Çekim mi? Çekim. Bye bye. Sağ ol.